Bilirdinizmi ki, gece yatmazdan əvvəl içdiyiniz sadəcə bir stəkan su, sabah oyandığınızda sizi tamam başqa bir insana çevirə bilər? Bu videoda bunun səbəbini açıqlayıram. Bugün sizinlə çox sadə, amma güclü bir vərdişdən danışacağıq, gecə yatmazdan əvvəl bir stəkan su içmək. Qulaq asın, çünki sonuncu fayda sizi çox təəccübləndirəcək. Fayda 1. Yuxu keyfiyyətini artırır. Bədəniniz gecə boyu su itirir. Yatmazdan əvvəl su içmək bədəninizi hidratlaşdırılmış vəziyyətdə saxlayır və daha dərin, keyfiyyətli yuxuya kömək edir. Fayda 2. Ürək sağlamlığını dəstəkləyir. Gecə saatlarında qan daha qatı olur. Bir stəkan su qanın normal axınını təmin edərək ürəyin işini asanlaşdırır. Fayda 3. Dəri sağlamlığını yaxşılaşdırır. Hidratlaşmış dəri daha elastik və parlaq görünür. Gecə su içmək, sabah güzgüdə fərqi hiss etməyinizə kömək edəcək. Fayda 4. Metabolizmi sürətləndirir. Su, bədəninizin toksinləri təmizləməsinə və mədə-bağırsaq sisteminin gecə boyu düzgün işləməsinə kömək edir. Fayda 5. Baş ağrılarının qarşısını alır. Səhər baş ağrısı ilə oyanırsınız. Səbəb çox vaxt gecə susuzluğudur. Bir stəkan su bu problemi asanlıqla həll edə bilər. Fayda 6. Əzələ krampalarının qarşısını alır. Gecə ayaq krampaları keçirirsinizsə, bu çox vaxt susuzluqdan qaynaqlanır. Su içmək əzələlərinizi rahatlaşdırır. Fayda 7. Beyin funksiyasını dəstəkləyir. Beyniniz təxminən 75% sudan ibarətdir. Kifayət qədər hidratlaşma səhər daha aydın düşünməyinizə kömək edir. Tədqiqatlar göstərir ki, gecə hidratasiyası ürək-damar sistemi və yuxu keyfiyyəti arasında birbaşa əlaqə yaradır. Gördüyünüz kimi, sadəcə bir stəkan su bu qədər çox faydaya malikdir, yuxudan tutmuş beyin funksiyasına qədər. Əgər bu video faydalı oldusa, bəyənməyi unutmayın, kanala abunə olun və şərhlərdə hansı faydanı ən çox bəyəndiyinizi yazın. Növbəti videoda görüşənədək.